Biz bu qələbəni, zəfəri hansı hisslə daha çox qazandıq? Bu qisas hissi idi, həsrət hissi idi, yoxsa ədalət hissi idi? Vətən sevgisi hissi, belə deyək. O qisas hissi də var idi. Amma məncə ən böyük hiss vətən sevgisi hissidir. Demək ki, həsrət həm də. Niyə? Həsrət də deyil məncə. Onu da açıqlayım, yəni mən öz fikrimi. Həsrət bizdə müharibəyə qatılanlar kimlər idi, məsəl üçün, müharibəyə? Heç vətəni görməmiş. Vətəni görməmiş, o torpaqları görməmiş insanlar, övladlarımız da belə deyək, gənclərimiz onlar idi. Yəni o Qarabağı görməyən insanlardır, ancaq eşidənlərdir məsəl üçün və ya hardasa filmlərdə görüb, ona danışılanlardan eşidib onu. Amma orada yaşamayıb. Ona görə də həsrət hissini mən buradan biraz çıxardıram məsəl üçün. Qisas hissi də. Niyə? Çünki həmən nəsil, yəni bu nəsil onu yaşamayıb. Yəni biz və bizdən qabaqki nəsil yaşayıb o faciələri da. Yəni qismən də olsa, çünki müharibəyə qatılanlar əksəriyyəti 2000-90-cı illərin axırlarında anadan olan gənclər idi. Onlar da 90-cı illərin əvvəllərini görməyib, yəni onu yaşamayan gənclərdir. Ona görə də bu həsrət və qisası qırağa çıxardıran biraz ədalət hissi qalır və tək ədalət yox, məncə ədalətdən daha vacib vətən sevgisi hissi.